Ümumiləşdirici tapşırıqlar. Boş xanalara uyğun ədədləri müəyyən edin. Mənfi 2-ni mənfi 5-ə vurduqda 10, 10-u mənfi 1-ə, mənfi 10, mənfi 10-u 9-a vururuq, mənfi 90, mənfi 90-ı 3-ə bölürük, mənfi 30, mənfi 30-dan da mənfi 8, mənfi 38. İndi buradan geriyə qaydırıq. Çünki biz başlanğıcdakını tapmalıyıq artıq. Mənfi 38 üzərinə gəl, mənfi 2, mənfi 36. Mənfi 36-nı vurmadır deyə əksi bölmə. Bölürük mənfi 6-ya 6. 6-dan burada artıq 6 minus mənfi 2-nin kubu olacaq. Bu da olur 6 minus mənfi 8. 6 üzərinə gəl 8, görürsünüz 14 oldu. 14'ü indi bölürük mənfi 2'ye, mənfi 7. Burada isə olacaq mənfi 7, çıxmanın tərsi üzərinə gəl, mənfi 1 üstü 5, yəni mənfi 7, üzərinə gəl mənfi 1, bu da olacaq mənfi 8. İkincidə cədvəli tamamlayın. 5, bu 2 vurulsun x deməkdir. Yəni 2-ni vururuq 5-ə, bura 10. 2 vurulsun mənfi 3, mənfi 6. İndi artıq x-i tapmaq üçün bölməliyik. Mənfi 16-nı 2-yə bölürük, mənfi 8. Mənfi 18-i 2-yə vururuq, mənfi 36. Mənfi 98-i 2-yə bölürük, mənfi 47, 46. Burada isə üzərinə gəl, mənfi 3 üstə gəl 6, 3. Cavabımız mənfi 10 olması üçün, yəni x üstə gəl 6 bərabərdir mənfi 10. Buradan da x bərabərdir mənfi 10 minus 6, mənfi 16. X-in yerinə mənfi 4 qoyuruq, cavab olur 2. 2 almamız üçün, yəni x üstə gəl 6, 2 olmalıdır. X bərabərdir 2 minus 4, o da mənfi 2. Burada mənfi 2. Yerinə mənfi 12 qoysaq mənfi 6, 0 almamız üçün də x bərabərdir 0 minus 6, yəni mənfi 6. İndi burada müqayisə edin deyir. Əvvəlcə yerinə qoyub hesablamalıyıq. Deməli, mənfi 3 üstü, yenə 2 qoyuruq. 2 olur, mənfi 9. Bu isə mənfi 5 üstü 2, 25. Yəni 25 böyükdür. İndi 3 olanda yoxlayaq. 3 olanda isə olur mənfi 3 üstü 3. Bu olur mənfi 27. Olacaq 27. Mənfi 5'in üstü 3 ise olur mənfi 125. 27 daha böyük oldu. Burada 2 olanda yoxlasaq. Mənfi 4 üstü 2 16. 6 üstü 2 36 daha böyük oldu. 3 olanda ise mənfi 4 üstü 3 mənfi 64. 6 üstü 3 216. 216 daha büyük. 2 olanda 3 üstü 2 4, mənfi 1 üstü 2 1. 4 daha büyük. 3 olanda 3 üstü 3 27, mənfi 1 üstü 3 mənfi 1. 27 daha büyük. Mənfi 2 üstü 2, bu elir mənfi 4. Mənfi 6 üstü 2, bu olur mənfi 36, mənfi 4 böyükdür mənfi 36'dan. 3 olanda olacaq mənfi 2 üstü 3, yəni mənfi 8. Burada isə mənfi 6 üstü 3, yəni mənfi 216 olur. Bu da müsbət 216. Silindi, bir də yazın bunu. Demək 3 olanda mənfi 2 üstü 3 mənfi 8, mənfi 6 üstü 3, yəni mənfi 216,
Bu da bərabərdir müsbət 216, yəni mənfi 8 kiçikdir 216. Verilən ədədlər arasından elə ikisini seçin ki, cəmi ən böyük olsun. Cəmi ən böyük olması üçün ikisini də müsbət seçərik. Ən böyük müsbət ədədlər. Bu da olar müsbət ədədlərdən 15 və 5. Yəni 15 üstə gəl 5, 20. Yəni 15 və 5. İkinci, fərqi ən kiçik olsun. Fərqin ən kiçik olması üçün ən kiçik ədəddən ən kiçik mənfi 60-dır. Ən kiçik ədəddən ən böyük ədədi çıxırıq. Ən böyük ədədimiz də çıxırıq 15-i. Bu da olacaq mənfi 75. Yəni fərqin ən kiçik olması üçün ən kiçik ədəddən ən böyük ədədi çıxırıq. Hasili ən kiçik olsun. Birim ən kiçik mənfi ədədlə, yəni mənfi 60. Ən böyük müsbət ədəd. Ən böyük müsbət ədəd də 15. Bu da olacaq mənfi 900. Qisməti ən böyük olsun. Ən kiçik mənfi ədədlə, ən kiçik mənfi ədəd mənfi 60. Ən böyük mənfi ədədə bölək. Bölək ən böyük mənfi ədədə. Bu da mənfi 2 olacaq, mənfi 30. Yəni qismət ən böyük olsun. Daha doğrusu, mənfini mənfiyə böldük, qisməti ən böyük müsbət. Bu da geri alın. Mənfini mənfiyə böləndə cavabımız müsbət olur. Çünki bizə deyir, qismət ən böyük olsun, ən böyük mənfi ədədi. Yəni, daha doğrusu, ən kiçik mənfi ədədi böldük ən böyük mənfi ədədə. Onda da qismətimiz ən böyük oldu. Beşinci, bütün tam ədədlər üçün doğru olan fikirləri müəyyən edin. Tam ədəd ya mənfi, ya da müsbət ola bilər. Doğru deyil. 0 da ola bilir. Çünki tam ədədlərin tərifini biz deyəndə natural ədədlər, onların əksi olan ədədlər və 0. 0 da nə müsbət, nə də mənfi deyil. Ona görə bu fikir doğru deyil. İkinci, 2 mənfi tam ədədin hasili müsbət tam ədədə bərabərdir. Bəli, bu fikir doğrudur. 2 mənfi tam ədədin hasili mənfi 3 vurulsun mənfi 4 həmişə müsbət olur. Tənliyi həll edin. A bəndi. Dəyişəni saxladıq. Bərabərdir. Mənfi 18 də yerində qalıb. Minus bu üstəgəl işarəmiz sağ tərəfə keçəndə mənfi 3 də öz ədəd qalır yerində. X bərabərdir mənfi 18. 2 dənə mənfi üzərinə gəl olur. Yəni x da bərabərdir mənfi 15. B-də y bölü 2 mənfi 20-dir. Bölmənin tərs əməli vurmadır. Yəni mənfi 20 vurulsun 2. Y də bərabərdir mənfi 40. C-də x qaldı yerində. Mənfi 22 üzərinə gəl mənfi 6 olacaq. Yəni x bərabərdir. Hər ikisi mənfi olduğuna görə topladıq. Mənfi 28. D-də mənfi 4y bərabərdir 0. Yəni 0 bölünsün mənfi 4. Bu da 0. Y-də 2x-ı öz işarəsi ilə saxladıq. Mənfi 27. 15-i sağ tərəfə keçirəndə üzərinə işarəsi dəyişir. Üzərinə gəl 15. Mənfi 2x bərabərdir. Mənfi 12. X da bərabərdir. Mənfi 12 bölünsün mənfi 2. X da bərabərdir 6. F-də mənfi 7y saxladıq. 28, 14-ü sağ tərəfə keçirdik. Minus 14 işarəsi dəyişir. Mənfi 7y bərabərdir 14-ə. Y bərabərdir 14 bölünsün mənfi 7-yə. Y də bərabərdir mənfi 2. G bəndində
Bunu bir vuruq hasil kimi baxsaq, x üzərinə gəl -6 bərabərdir 20 bölünsün 4 olur. X üzərinə gəl -6 bərabərdir 5'ə. Buradan da x, bunu ilə x minus 6 5 yaza bilərik. X də bərabərdir 5 üzərinə gəl 6, x də bərabərdir 11. H-da y 8y, ikisi də y-dir. Yəni bir dənə y-dən 8 dənə y. 9y bərabərdir -72-yə, y də bərabərdir -72 bölünsün 9, y də bərabərdir -8. Dəyişənə 0, mənfi və müsbət qiymət verməklə bərabərsizliyi hər üç hal üçün yoxlayın. A bəndini deməli birinci 0 verək. D bərabərdir 0. Yazıb -0 böyükdür modul 0. Bu doğru deyil. Çünki 0 ikisinə də 0 alınır, bərabərlik alınır. Ya, doğru deyil. İndi D bərabərdir mənfi qiymət verək. -2 olsun. Olacaq mənfi modul -2. Bu bərabər olur -2'yə. Digərində də modul -2 bərabərdir 2'yə. Amma -2 2'dən böyük deyil. Mənfidə də doğru olmadı. Doğru deyil. İndi müsbət qiymət verək. D bərabərdir 2 olsun. Mənfi modul 2. Belə də yazım elə. Modul 2. Burada alınır -2 böyükdür 2 doğru deyil. Yəni hər üç halda doğru olmadı. B bəndində A-ya 0 desək, 0 kiçik bərabərdir modul 0. Bu doğrudur. Çünki 0 həm də 0'a bərabər olur. Doğru. İndi A bərabərdir -2 desək, -2 kiçik bərabərdir modul -2. Bu -2 kiçik bərabərdir 2 olur. Doğru. İndi A-ya bərabərdir 2 desək, 2 kiçik bərabərdir modul 2. Yəni 2 kiçik bərabərdir 2 bərabərlik var deyə bu da doğru. C-də B bərabərdir 0 halında mənfi modul -0 kiçikdir modul 0 olur. Bu olur -0 kiçikdir 0 doğru deyil. Doğru deyil. B bərabərdir -2 desək, yalnız -2 deyib -1 də, -5 də nə istəyirsiniz götürə bilərsiniz. Yəni A-ya da, B-yə də istədiyiniz ədədi götürə bilərsiniz. Mənfi modul -1 də -2 olacaq. Burada kiçikdir modul -2. Bu olur mənfi modul 2 dənə mənfimiz müsbət oldu. Bundan da olacaq -2. Burada isə moduldan 2 çıxacaq. Böyükdür. Bəli, bu oldu doğru. B bərabərdir 2 desək, mənfi modul -2 kiçikdir modul 2. Bu olacaq -2 kiçikdir 2. Bu da doğru. Qaldı D bəndi. D-də də A-ya 0 desək, mənfi modul 0 kiçikdir modul -0. Yəni -0 kiçikdir 0 doğru deyil. Burada bərabər olurdu. A bərabərdir -2 desək, mənfi modul -2 kiçikdir -2. Bu hissəmiz olur -2 kiçikdir 2 olacaq. Doğru. A bərabərdir 2 desək, mənfi modul 2 kiçikdir modul -2. Buradan alırıq -2 kiçikdir 2. Bu da doğru. Səkkiz A bəndi. Birinci qüvvətə yüksəltmə. -2 üstü 4, 16. İkinci
bölmə. 16-nı bölürük 4-ə 4. Üçüncü isə 2-də 1 üzərinə gəl 4. Bu da eləyir 4 tam 2-də 1 və ya 4 tam 10-da 5. B bəndi birinci modul bərabərdir 2-yə. İkinci qüvvətə yüksəltmə -27. Üçüncü isə 2 minus -27. Bu da 2 üzərinə gəl 27, 29. C bəndi birinci qüvvətə yüksəltmə -81 olur. İkinci modul -2, 2. Üçüncü 2 vurulsun 5, 10. Dördüncü -81 üzərinə gəl 10, -71. D bəndi birinci -1 üstü 8, 1. İkinci 1 bölünsün 2, 0,5. Üçüncü 4,5 üzərinə gəl 0,5. Bu da 5. Y bəndi mötərizənin içərisi -33 üzərinə gəl 15, -18. İkinci digər mötərizənin içərisində -2-nin kubu -8. Üçüncü 4-ün kvadratı 16. Dördüncü -2 vurulsun 16, -32. Demək buna tapdıq -32. Beşinci -8 minus -32, yəni -8 üzərinə gəl 32. Bu oldu 24. İndi mötərizələrin içərisindəki ifadələri bir-birinə vururuq. Birinci mötərizədə aldıq -18 vurulsun 24, -432. F bəndində isə yenə birinci mötərizənin daxili də qüvvətə yüksəltmə. Bu -25 oldu. -25 minus 25. Bu olacaq -50. Üçüncü -50-ni 5'e bölürük, -10. Dördüncü isə -26 minus -10 olacaq. -26 üzərinə gəl 10, -16. Doqquzda əvvəlcə hesablama aparmadan müqayisə edin, sonra hesablamaqla cavabınızı yoxlayın. Baxırıq, üstü təkdir deyə mənfi olur, mənfini mənfiyə böldük, mənfi olacaq. Moduldansa müsbət çıxır deyə hər bir müsbət ədəd də mənfi ədəddən böyükdür. İndi hesablasaq, -8-i bölürük 8-ə, -1 edir. Mənfi üçün modulu isə 3-dür. Bəli, 3, 1, -1-dən böyükdür. Burada üstü cütdür deyə müsbət olacaq. Müsbət, burada isə mənfi olur. Müsbət mənfidən böyükdür. İndi hesablasaq, 1-i 20-yə vurduq. 20, 20 üstdən 25-i çıxanda -2, 20 -2-dən böyükdür. Burada cavab mənfi olacaq, 2 mənfi ədəddir. Burada isə mənfini mənfiyə müsbət, müsbət ədədlərlə topladıq. Bu müsbət olacaq, müsbət mənfidən böyükdür. Hesablasaq da bu -9. Burada isə 25-i -1-ə böldük. Mənfi olacaq. -25. Bu da olur 10 üzərinə gəl 25, 35. 35 də -9-dan böyükdür. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə boş xanalara uyğun ədədləri tapın. Burada 4 vurulsun -10, -40 edib. 4'ü -2'ye bölürük 2. -10'u 2'ye bölürük 5. Baxın, bu ikisini bir-birinə vuranda başlığındakı ədəd elədi. Yəni ikisinin üzərinə -2 vurulsun. Ya doğrusu burada -2 eləyəcək. 4'ü -2'ye böləndə -10'u da -2'ye böldük 5.
Yəni mənfi 2, mənfi 2-yə vurduq 4, mənfi 2-ni 5-ə vurduq mənfi 10, 4-ü mənfi 10-a vurduq mənfi 40. Burada 63-ü mənfi 3-ə böldük, mənfi 21. Mənfi 3-ü 3-ə böldüm, mənfi 1. Mənfi 21-i 3-ə böldük, mənfi 7. 8-i 4-ə böldük, 2 işarədə səhvlik eləmişik. Verilən ədədlərin ədəd ortasını tapın. Bilirik ki, ədəd orta həmin ədədlərin cəmini onların sayına bölməkdir. Yəni, A bəndində mənfi 28, üzərinə gəl, mənfi 3, üzərinə gəl, mənfi 6, üzərinə gəl, 9. Bunların cəmini 4 dənə ədədimiz olduğuna görə 4-ə bölürük. Mənfiləri topladıq. 28, 3, üzərinə gəl 6, bu elədir mənfi 37. 37-dən də çıxırıq 9-u, olacaq mənfi 28 bölünsün 4, bu da mənfi 7. B-də 45, üzərinə gəl mənfi 30, mənfi 20, mənfi 10, bu da 15. Cəmi də bizim 5 dənə ədədimiz var, bölürük 5-ə. Mənfiləri bir qruplaşdıraq. Bunların cəmi bizə verdi 50, 60, mənfi 60, 45 ilə 15 də 60, yəni 60 üzərinə gəl, mənfi 60. Əks ədədlər olduğuna görə cəmi 0 oldu, 0 bölünsün 5, bərabərdir 0. C bəndində mənfi 100, üzərinə gəl, mənfi 88, mənfi 80 və mənfi 92. Bölürük sayına 4-ə. Hamısı mənfi olduğuna görə toplayıb sadəcə qarşısına mənfi yazacaq. 88, 80, bu da 92. Oldu mənfi 360 bölünsün 4, mənfi 90. Suallara cavab verin. A bəndi ədədlərinin ədədi ortası neçəyə bərabərdir? Yəni, ədədi orta həmin ədədləri toplayıb, mənfi 3, üzərinə gəl, mənfi 5, bölürük sayına. 3 dənə ədədimiz var deyə bölürük 3-ə. O da eləcək, mənfi 9, bölünsün 3, cavabımız mənfi 3. B bəndi 4 ədədin ədədi ortası mənfi 5-ə bərabərdir. 3-ü verilib bizə, yəni mənfi 4, üzərinə gəl, mənfi 16, mənfi 35. Bu 4-cü ədədi bilmirik. X, bunlar bölünsün 4-ə, sayı 4 dənədir, 4-ə bərabərdir mənfi 5. Bölmənin tərs əməli vurmadır. Mötərizənin içərisində sadələşdirsək, mənfi 20, bu da mənfi 35, mənfi 55, üzərinə gəl, x bərabərdir, mənfi 5 vurulsun 4 olacaq. Mənfi 55 üzərinə gəl, x bərabərdir, mənfi 20-yə. Buradan x bərabərdir, mənfi 20, 55-i sağ tərəfə keçirəndə üzərinə gəl, 55 olacaq. X da bərabərdir, 35. C bəndi 2 ədədin ədədi ortası mənfi 10-a bərabərdir. Hansı ədədi əlavə etdikdə ədədi orta, deməli 2 ədədin ədədi ortası mənfi 10-a bərabərdirsə, da ki birinci, ikinci ədədimiz A və B olsun. A üstə gəl B bölünsün 2 bərabərdir mənfi 10-a. Buradan alırıq A üstə gəl B bərabərdir mənfi 10 vurulsun 2, yəni bu ədədlərin cəmi mənfi 20-yə bərabərdir. Bu ədədlərə hansı ədədi əlavə etdikdə, hansı ədədi x-i əlavə etdikdə ədədi orta, yəni bölünsün artıq 3 olacaq, 3 ədəd olur. Ədədi orta mənfi 7-yə bərabər olar. A üstə gəl B-ni 20 tapmışdıq, mənfi 20. Bunun yerinə qoyuruq, mənfi 20 üzərinə gəl, x bərabərdir. Bu da tərsinə vurma olacaq. Mənfi 7 vurulsun 3. Mənfi 20 üzərinə gəl, x bərabərdir, mənfi 20.
x da bərabərdir -21. 20 sağ tərəfə keçəndə üzərinə gəl 20 olur. O da -1. Deməli, -1-ə əlavə etsək, ədəd orta -7-yə bərabər olar. 13. Ədəd oxunda qeyd olunmuş nöqtələrə uyğun ədədləri tapın və ifadələrin qiymətini hesablayın. Baxaq, bu deməli 1, 2, 3, 4, 5, yəni 2, 2 artıb 10-da olur -12, -14, yəni B bərabərdir -14, 16, 18, 20 olur da, -14, A bərabərdir 2, 4, 6, 8 olacaq, 8. İndi bu ifadələrin qiymətini tapmalıyıq. -10-un kvadratı üzərinə gəl A8 vurulsun -14. Yəni -100 üzəri cüt olsa da mənfiyə aid deyil kvadrat. Minus 112. Hər ikisi mənfi olduğuna görə topladıq. -212. İndi A kvadratı, yəni A bizdə 8-dir. 8-in kvadratı üzərinə gəl. -4 vurulsun. B -14-dür. Üzərinə gəl 9-un kvadratı. 64. 2 mənfini bir-birinə vuranda müsbət oldu. 56. Üzərinə gəl 81. O da bərabərdir. 120. Bu da 81. 201. İndi B bəndinə baxaq. K deməli, bunun əvvəlcə neçə vahid artdığına baxaq. 1, 2, 3, 4, 5-dir. Bu 15-də 5-ə böldü, 3 artıblar deməli. Onda K -33, -36, -39 olacaq. B bəndində K bərabərdir -39. İndi N-i tapaq. -12, -9. N bərabər olacaq -9. Sonra N tapdıq. M də bərabər olacaq. 3 vahid, 3 vahid getdi. 18, 21, 24, 27. M də bərabərdir 27. İfadələrimizi -5-in kubu üzərinə gəl N. -9 vurulsun. K-da -39. -125 üzərinə gəl. Mənfini mənfiyə vurduq. Müsbət olacaq. Deməli 9-u vururuq 39-a. Bu da 351. Biri müsbət, biri mənfi olduğuna görə böyükdən kiçiyə çıxırıq. 125-i çıxdıq və cavabımız olacaq müsbət 226. Digərində -3 üstü 4 bölünsün N -9, K -39, M isə 27 bərabərdir. -3 üstü 4 üstü cütdür deyə 81 bölünsün. İndi mötərizəni hesablarıq. 9 ilə 39, 48, -48. Bu ikisi -48 oldu. Yəni 48-dən 27-ni çıxırıq. 21, -21. Yəni 81 bölünsün -21 olacaq. Bu da tam bölünmür. Kəsrlə də yaza bilərik. Cavabımız mənfi olacaq. 81 bölünsün 21. Hər ikisi 3-ə bölündü. -7. 81-i də 3-ə böldü. 27. Bu da olar -3/7-də 6. A ədədini daxil edin. A-ya 1 desək, 1.
1 böyük bərabərdir mənfi 6-dan. Bəli, mənfi 6-dan böyükdür deyə bu qolla hərəkət edirik. Deməli, mənfi 10-un kvadratı üzərinə gəl. Modul 1 bölünsün 3. O da bərabərdir. Mənfi 100 üzərinə gəl 1 bölünsün 3. Mənfi 99 böl 3 bərabərdir mənfi 33. Deməli, A-da mənfi 33 olacaq. 1 olanda. İndi mənfi 4-ü daxil etsək. Mənfi 4. Mənfi 4 böyük bərabərdir mənfi 6-dan. Bəli. Onda bununla hərəkət edirik. Mənfi 10-un kvadratı üzərinə gəl mənfi 4. Bölünsün 3. O da bərabərdir. Mənfi 100 üzərinə gəl 4. Bölünsün 3. Mənfi 96 böl 3. O da bərabərdir. Mənfi 32. Mənfi 10 daxil etsək. Mənfi 10 mənfi 6-dan böyük deyil. Ona görə xeyirlə hərəkət edirik. Onda bununla hərəkət etsək, mənfi 2 üstü 4 minus. A-nın yerinə mənfi 10 vurulsun 8 olacaq 16 minus mənfi 80. O da bərabərdir. 16 üzərinə gəl 80. Bu da 96. İndi 7-ni daxil edirik. 7 böyük bərabərdir mənfi 6. Bəli. Onda mənfi 10-un kvadratı üzərinə gəl modul 7 bölünsün 3. Mənfi 100 üzərinə gəl 7 böl 3. O da bərabərdir. Mənfi 93 böl 3. O da mənfi 31. 7-nin indi mənfi 8. Mənfi 8 böyük bərabər deyil. Xeyr. Onda olacaq mənfi 2 üstü 4 minus mənfi 8 vurulsun 8. Yəni 16 minus mənfi 64. Yəni 16 üzərinə gəl 64 80. İndi mənfi 7. Mənfi 7 xeyr böyük bərabər deyil. Ona görə bu qolla hərəkət edirik. Mənfi 2 üstü 4 minus mənfi 7 vurulsun 8. Yəni 16 minus mənfi 56. 16 üzərinə gəl 56 72. B bəndində eyni qayda ilə həll edək. 5. C-yə 5 daxil etdik. 5 daxil edəndə mənfi 4 ilə 3-ün arasında yerləşmir. Xeyr. Onda deməli C bərabərdir 5 olanda hesablayırıq. Mənfi 53 minus 30 bölünsün 5. Mənfi 53 minus 6 mənfi 59. İkinci C bərabərdir mənfi 7. Baxaq, mənfi 7 bu aralığa daxil deyil. Yenə xeyir qolu ilə hərəkət edirik. Mənfi 53 minus 30 bölünsün mənfi 7. Bu da bərabərdir. Mənfi 53 üzərinə gəl. Bunda 30 bölü 7 yazın. Çünki 2 dənə mənfi mənfiyə böləndə müsbət eləyəcək. Bunu sadəcə böyükdən kiçik ortaq məxrəcə gətirərək. Mənfi 7-də 53-ü də vurarıq 7-yə. 371
üzərinə gəl 7-də 30, o da bərabərdir 7-də mənfi 371 üzərinə gəl 30 olacaq. Bu da 7-də mənfi 341. Sonra bunu qarşı qədət kimi də yaza bilərik. Bu olacaq 48 tam 7-də 5. Üçüncü C bərabərdir 3. C bərabərdir 3 yazsaq. Baxaq. 3 bu aralığa 3. Bəli 3. Bəli qolu ilə hərəkət edirik. Onda olacaq mənfi 3 üstü 3 minus modul 3 üzərinə gəl 12 mənfi 27 minus 15'in modulda 15 olacaq. Hər ikisi mənfi olduğuna görə toplayırıq. Qarşısına mənfi 42. Dördüncü C bərabərdir mənfi 2. Mənfi 2 bu aralığa daxildir. Ona görə bəli. Mənfi 2 üstü 3 minus mənfi 2 üzərinə gəl 12. O da bərabərdir. 2 dənə mənfi müsbət oldu. 2 üstü 3-də 8 minus modul 10. O da bərabərdir 8 minus 10 mənfi 2. Beşinci C bərabərdir mənfi 4. Mənfi 4 bu aralığa daxil deyil. Ona görə xeyirlə mənfi 53 minus 30 bölünsün mənfi 4. O da bərabərdir mənfi 53 üzərinə gəl. Bunu kəsirlə yazsaq 30 bölü 4 hər ikisi 2 ixtisar getdi. 2-də 15 yəni mənfi 53 üzərinə gəl 7,5. Yəni biz 53-dən 7,5-i çıxacaq. Bu da eləyir mənfi 45,5. Nəhayət sonuncu 6-cı C bərabərdir mənfi 12. Bu da həmin aralığa daxil deyil deyə mənfi 12 bu aralığa daxil deyil. Ona görə xeyirlə mənfi 53 minus 30 bölünsün mənfi 12. Mənfi 53 üzərinə gəl. Bunu da kəsirlə yazsam. Mənfi 53 üzərinə gəl. Hər ikisi 6-ya bölündü. 2, 5. 2,5 olacaq. Yenə biri müsbət, biri mənfidir deyə 53-dən çıxırıq 2,5-i. Bu da mənfi 50,5. Anar və Səbinə oxatma yarışı üçün hədəf lövhəsi hazırladılar və hər biri 6 cəhd etdi. Anar ilk 4 cəhddə oxu müsbət cüt ədədlər olan hissələrə vurdu. O qalan cəhdlərdə isə oxu mənfi ədədlər yazılmış hissələrə vurmaqla yekunda 17 xal qazandı. O hər cəhddə hansı xalları topladı? Deməli, cədvəli çəkdik Anar üçün. Anar. İlk 4 cəhddə oxu müsbət cüt ədədlər. Burada da baxırıq. 3, 6, 10. İlk 4 dənə cəhdi müsbət cüt ədədlər olan hissələrə vurdu. Qalan cəhdlərdə isə oxu mənfi ədədlər yazılmış hissələrə vurmaqla yekunda 17 xal qazandı. Müsbət cütlərimiz bizim burada 6 və 10'dur. Yazsaq yaxşı 6, 10, 6, 10. Qalan cəhdlərdə isə oxu mənfi ədədlər yazılmış hissələrə.
Mənfi yazılanlarda mənfi 3, mənfi 8. Bu cəmi 17 olmalıdır. Baxaq görə ödədimmi? Yox, bunlar ödəmir. Yəni, indi biz bunları hesablasaq, 10, 10, 20, 12, 32 minus mənfi 3, mənfi 8, bu da 11 olur, 11, o da bərabərdir 21, cəmi oldu 21, yəni bu ödəmədir. İndi belə götürək, birinci cəhd 10, digər 3'ü 6 olsun, yerdə qalan da bizə deyir, o qalan cəhdlərdə isə oxu mənfi ədədlər yazılmış hissələrə. Yəni, onda mənfi ədədlər mənfi 3, mənfi 8. Bunu hesablasaq, 10, 18, 28, üzərinə gəl, bu da mənfi 11 oldu, bu da elədi 17, bəli, burada cəmi 17 oldu. O hər cəhddə hansı xalları topladı? Bax, deməli, ikinci xanamız Anarın topladığı xallara uyğun oldu. İndi Səbinə üçün baxaq. Deyir Səbinə ilk 4 cəhdə oxu 7, mənfi 3, mənfi 3, mənfi 3 hissələrə vurdu. Səbinənin atdığı son 2 ox hansı ədədlər yazın hissəyə düşsə, o qalib gələr. Tutaq ki, bu da x, y olsun. İndi Səbinənin əvvəlcə bu atdıqlarına baxaq. 7 üzərinə gəl, 3 vur mənfi 9, o da bərabərdir mənfi 2. Yəni, mənfi 2 üstə gəl, x üstə gəl, y. Bu qalib gəlməsi üçün Anar 17 idi, 18 olmalıdır ən azı. Buradan alırıq x üstə gəl, y bərabərdir. X üstə gəl, y bərabərdir. 18 üstə gəl, 2 olacaq 20. Cəmi 20 olmalıdır. İndi bizdə 2 xanadan cəmi 20 olanları seçməliyik ki, hansılarda cəmi 20 olar. Və biz də bunların vurduğu xanalardan baxırıq ki, ancaq 10 ilə 10 olsa 20 olar. Başqa seçə biləcəyimiz yoxdur. Yəni, onda bu 10 olar, bu da 10 olar. Səbinənin atdığı son 2 ox hansı ədədlər hissələrə düşsə o qalib gələr. 10, 10. Çünki digərlərində, məsələn, 20-dən çox olmalıdır da bunun qalib gəlməsi üçün. Yəni, elə bir 2 dənə ədəd yoxdur ki, onların cəmi 20-dən çox olsun. Bu zaman o neçə xal toplayar? 18 xal. Aynur və Samir hər biri fikrində bir ədəd tutdu. Bu Samir, bu Aynur. Tutaq ki, Aynur x tutdu, Samir x, Aynur y. Aynur fikrində tutduğu ədədi 2-yə vurub, yəni y vurdu 2. Üzərinə 15 əlavə etdikdə 3 ədədini aldı. Bərabərdir 3. Onda bunu həll etsək, vuruqların yerini dəyişəndə hasil dəyişmirdi. Bu 2y olur. 3 minus 15 olacaq. Çünki 15 müsbət idi. Sağa keçdi, mənfi olur. 2y bərabərdir mənfi 12. Y də bərabərdir mənfi 12 böl 2. Y bərabərdir mənfi 6. Deməli, Aynur mənfi 6 tutub. Samir fikrində tutduğu ədəddən x-dan 4 çıxıb, alınan ədədi 3-ə böldükdə mənfi 2 ədədini aldı. Yəni, x çıx 4 bərabərdir mənfi 2 vur 3 olacaq. Buradan x minus 4 bərabərdir mənfi 6, x bərabərdir mənfi 6, 4-ün işarəsi mənfidir, sağ tərəfə keçəndə üstəgəl olur, x bərabərdir mənfi 2. Samirdə kimin fikrində tutduğu ədəd kiçik idi? Aynurun fikrindəki mənfi 6 kiçikdir mənfi 2-də. Yəni, yazırıq Aynur kiçik oldu. Nə qədər? Mənfi 2 minus
mənfi 6, o da bərabərdir mənfi 2 üzərinə gəl 6 olacaq, o da bərabərdir 4. 4 vahid kiçik. Yəni tapdıq. Aynurun fikrində tutduğu ədəd daha kiçikdir. Nə qədər kiçikdir? 4 vahid kiçik. Burada 17-də Bakı dünyada dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxt şəhəridir. Onun dəniz səviyyəsindən neçə metr aşağıda yerləşdiyini mənfi ədədlə ifadə etmək olar. Bu ədəd ən böyük 2 rəqəmli mənfi ədədin. Ən böyük 2 rəqəmli mənfi ədəd mənfi 10. 3 mislindən vurulsun 3, 2 vahid böyükdür. Üzərinə gəl 2, bu da eləyir mənfi 30, üzərinə gəl 2, mənfi 28. Demək, bunun cavabı oldu mənfi 28. İndi ikinci 1, 2. Həmin ədədin 14-ə qisməti isə mənfi 28, qisməti bölmə deməkdir. Yəni bölünsün 14 Amsterdamın dəniz səviyyəsinin yerləşdiyini ifadə edir. Bu da eləyir mənfi 2. Amsterdam dəniz səviyyəsindən neçə metr aşağıda yerləşir? 2 metr. Üçüncü isə Bakı və Amsterdamın səviyyələri arasında fərq nə qədərdir? Yəni onların fərqinin, elə bu iki nöqtə arasındakı məsafəni tapmalıyıq da. Onların fərqinin modulunu tapacaq. Bu da olacaq mənfi 28 üzərinə gəl 2, mənfi 26, o da bərabərdir 26.